Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyü məsələsinə baxılır. Bunu jurnalistlərə açıqlamasında AMA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib. Biz də son hadisələrə təəssüf edirik. Məsələ məhkəmənin qərarından sonra müzakirə olunacaq deyə İsa Həbibbəyli bildirib. Qeyd edək ki, Səbail rayon məhkəməsi ağır cinayət əməllərinə görə Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. Azərbaycanda bu ilin 9 ayında 152 cinayətkar qrup zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirilib. Məlumata görə keçmiş illərdən qalan 284 cinayətçi açılıb. Axtarışa elan edilən şəxslərin 85,1% tutulub. İtkin düşmüş şəxslərin isə 90% tapılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda baş verən xırda talama faktlarının da 87,7% açılıb. Şabranda ər arvadını məktəbdə müəllimlərin gözü qarşısında bıçaqlayıb. Hadisə İlqar Abbasov adına Rəhimli kənd tam orta məktəbində baş verib. Məlumata görə boşanmaq ərəfəsində olan Arzu Əliyeva övladlarının sənədlərini götürmək üçün məktəbə gəlib. Direktor Vüsal Musayev digər valideynin də razılığını almaq üçün Asim Nəcəfovu məktəbə dəvət edib. Valideynlər arasında yaşanan mübahisə nəticəsində Asim Nəcəfov müəllimlərin gözü qarşısında həyat yoldaşına 11 bıçaq zərbəsi endirib. Daha sonra əməli törədən şəxs Şabran rayon polis şöbəsinə gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır. Kreml Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trump arasında planlaşdırılan görüşə hazırlığın mərhələli şəkildə aparılacağını açıqlayıb. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, iki lider arasında baş tutacaq görüşə hazırlıq işləri Rusiya və ABŞ-nin Xarici İşlər Nazirlərinə həvalə olunub. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Amerikalı həmkarı Marco Rubio əvvəlcə telefonla danışacaq. Daha sonra Macaristanda keçiriləcək samitdə hazırlıqla bağlı birbaşa görüşəcəklər. Bütün məsələlər dəyərləndirilərək mərhələli şəkildə aparılacaq deyə Peskov bildirib. Onu da qeyd edək ki, bugün ABŞ və Ukrayna prezidentləri arasında görüş baş tutacaq. Sabah ölkə ərazisində yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Rayonların bəzi yerlərində isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 13-16, gündüz 18-23 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.